Özəlliklə alma mürəbbəsi yemisiniz. Mənə elə gəlir ki, çoxunuz yeməmisiniz. Elə isə gəlin bugün sizə necə hazırladığımı göstərib, gec olmadan sezonu üçün siz də hazırlayıb nuş edin. Almaları bol su ilə, soda ilə ovuşduraraq yuyuram. Hamısını bitirdikdən sonra hazırlama prosesinə başlayıram. Almaların qabığını soyub çox hissəsini bu alətlə çıxardım. Təzəliklə Trendyoldan əldə etmişəm. Hamısını bitirənədək qaralmasınlar deyə kənarda limonlu su hazırlayıram. Dilimlədiyim almaları isə bu suya əlavə edirəm. Hamısını bitirdikdən sonra isə şərbəti hazırlayıram. Əgər mürəbbənizin şəffaf alınmasını istəyirsinizsə, çalışın qırmızı yox, eləmək yaşıl almalardan istifadə edək. Şərbət hazır olan kimi bura limon sıxıb, ardınca alma dilimlərini də əlavə edirəm. Bu mürəbbəni də 3 dəfəyə bişirirəm. Hər dəfəsində tam soyuduqdan sonra qaynatmaq lazımdır. Sonuncu qaynamada rəngi daha gözəl olsun deyə zəfəran dərmanəsi əlavə edirəm. Bu kəhraba kimi gözəl görsək mürəbbənin yanına da türrəngi çay yaraşardı. Mütləq siz də hazırlayın, qoy mənim ürəyimdə rahat olsun. Sonda isə deyin görək, sizin sevdiyiniz mürəbbə hansıdır?